Sabahınız xeyir olsun. 19 Mart günüdür. 2026-cı il tarixidir. Ramazan ayının 29-cu günüdür. Ramazan ayının sonuncu günü. Eləcə də Ramazan ayının sonuncu həftəsinin sonuncu 4-cü cümə axşamı günüdür. Kimlər niyyət eləyib bu gündə də oruç tutmuşlar, etdikləri niyyətlərin, tutduqları oruçların qəbul olunmasını arzularam və bütün dini aylarımızda, günlərimizdə də can sağlıqlı, eləcə də Ramazan ayında hər il rahat, can sağlığı ilə, bol ruzu ilə oruçlarını, ibadətlərini edərək tutmuş olsunlar və 19 Mart günündə kimlər işləri arxasınca gedib, kimlər demək işlə məşğuldurlar, evlərində, çöldə, yəni iş yerlərində hər birinə can sağlığı, iş avadlığı, bol ruzi arzulayıram. Günümüzü gözəl, xoş keçirməsini arzulayıram. Bununla yanaşı 19 Martda da təhsili ilə məşğul olanlar var. Təhsili ilə məşğul olan məktəblərə, orta ixtisas, ali məktəb tələbələrinə can sağlığı, zehin açıqlığı, iş avadlığı, yol açıqlığı arzulayıram. Arzulayıram ki, bütün məqsədlərinə, arzularına çatmış olsunlar və həm Azərbaycan Respublikası üçün, həm də bütün dünya üçün əhəmiyyətli, faydalı kadrlar kimi yetişə bilsinlər. Bununla yanaşı 19 Mart günündə kimlərin rəhmətə gedənləri var. Allahdan rəhmət diləyirəm, səbir diləyirəm. 19 Mart günündə kimlərin xəstələri var, can sağlığı, şəfa diləyirəm. Qazilərimizə can sağlığı, şəfa diləyirəm. Bütün şəhid ailələrini, qazi ailələrini salamlayıram. Gözəl bir gün keçirmələrini arzu edirəm. Bununla yanaşı 19 Mart günündə kimlərin ad günü, şad günüdür. Hər birini bu münasibətlə təbrik edirəm. Xoşbəxtliyi arzu edirəm. 19 Mart günündə də demək tarixi günlər vardır. 19 Mart 1861-ci ildə Yeni Zelandiya 1-ci Taranaki müharibəsinin sona çatdığı gündür. 19 Mart 1899-cu ildə avtomobil yağı istehsal edən Qastrol şirkətinin qurulduğu gündür. 19 Mart 1931-ci ildə qumar Amerika Birləşmiş Ştatlarının Nevada ştatında legallaşdırıldığı gündür. 19 Mart 1944-cü ildə nasist qüvvələr tərəfindən Macarıstanın işğal edildiyi gündür. 19 Mart 1962-ci ildə deməli Əlcəzairin müstəqillik müharibəsi atəşkəsin qüvvəyə mindiyi gündür. Bununla yanaşı 19 Mart 1972-ci ildə demək Hindistan ilə Bangladeş arasında diplomatik əlaqələr qurulduğu gündür. 19 Mart 2003-cü ildə Amerika Birləşmiş Ştatları prezidenti George Bush'un İraqa müharibə elan etdiyi gündür. Dinlədiyiniz üçün təşəkkür edirəm.